Hamıya salam dostlar, mən Yusif. Bugün sizlərlə GTA San Andreas baş modu necə yüklənir onu göstərəcəm. Birinci Google-a giririk. Bura Ruzuhax net yazırıq. Birinci sayta daxil oluruq. Daxil olduqdan sonra belə bir sayt açılacaq. Bu sayt mənə aid deyil. Bunun yaradıcısı Azərbaycanlıdır. Mənə aidlərdə buradakı oyunlar zadlar heç biri. Sadəcə göstərirəm, girin, yükləyin, biləsiniz. Burada GTA Baku var, Android 2023 bu aşağıda. Bu Android 13, 12 belə gedir da. Yəni Android 14-də falan getmir. Çox telefonda açmır da. Bəlkə sizdə açdı, məndə açmadı. Məndə açmır. Buradakı GTA Baku Autosplay var 2025. Burada da var GTA Baku Android. Mən sizə hansını deyim yükləyin. Burada 2025 qrafika modu var. Bunu yükləyə bilərsiniz. Bütün telefonlara gedir. Yaxşı moddur. Buradakı yükləyə bilərsiniz. Baxın, GTA Baku Android bütün telefonlar üçün. Bir də buradakı GTA Baku Autosplay 2025 Android. Baxın, bu da qəşəng moddur. Gördüyünüz kimi. Üstünə vırırıq. Bir-iki dəfə vurun. Belə girəcək. Buradakı sözü oxuyun da. Sayta girəndən sonra. Yəni, mən icazə almışam buradan. Videonu çəkirəm, atacam indi. Nəsə, buraya girəndən sonra gəlir burada download APK var. Yəni, oyunun APK-sı. Bir də datasını yüklüyorsunuz. Bir də OBB-ni yüklüyorsunuz. OBB-ni də yüklədikdən sonra oyunu necə edəsiniz? Çıxaq buradan sizə göstərim. Sizdə bir dənə Zakiver proqramı olmalıdır. Zakiver. Bunu yükləyəndən sonra gəlirik Dovlanda. Dovlanda gəlir də burada. Şəkillər zətlər var. Bunları boş verin. Aşağıya yenisiz budur. Bax, gəlibdir. GTA Baku Autosplay 2005. Bax, budur. Budur. Bir də budur. Birinci bunu yüklüyoruz. İndirə basırıq. Üstünə basıb indirə basırıq. Bunu gözləyirik yüklənsin. Yüklənəndən sonra göstərəcəm. Belə bir şey olacaqdır. Bilməm, hərənin telefonda başqa cürdür də. Buradan proqramı açıram ki, mən də şeydə indi Play Store-ya kod qoymuşam ondan yəni. Nəsə, təzədən yüklüyürük. Dostlar, belə bir dənə ekran gələcəkdir. Burada digər ayrıntılar var. Buna basıb yenə də yükləyə bas. Burada mən pinzak qoymuşam ondan yana. Əl izimindən açdım. Parmaq izimindən. Qorxmayın da, yəni virus zat yoxdur. Oyunun yaradıcısı məndən böyükdür də bir kişidir. Yəni özü çalışır ki, Android 15-lərə qəşəng modlar vursun. Nəsə, bu yüklənəndən sonra heç istəyirsiniz girin, istəyirsiniz girməyin. Belə olacaqdır. Çıxırıq. Gəlirik burada. Buna basırıq. 1 GB, 6 MB buna. Sonra təzədən buna basıb bunu basılı tutub kopyalayırıq. Kopyalayandan sonra yuxarıda 2 quş var. 2 quşa vurandan sonra burada Android 10 Pro stet vardı. Nədirsə oxuyanmadı. Bunun üstünə basırıq. İndi bizim kopyaladığımız datadır. Bunu dataya atacaq. Dataya atandan sonra dəyişdirə vururuq. Gözləyirik dolsun. Dolandan sonra mənə gələcəm. Dostlar, datanı bura atdıqdan sonra təzədən qayıdırıq Dovlanda. Dovlanda qayıdırıq. Buradakı OBB var. Üstünə basılı tuturuq. Üstünə vurub görüntüləyə basırıq. Burada bunu yenə kopyalayırıq basılı tutub. Sonra 2 quşa vururuq yuxarıdan. Burada Android 10 Pro set vardı. Ona baxız. Basandan sonra da OBB-yə gəlirik. Bunu da OBB-yə atırıq. Tüm dosyalara uygulayırıq, dəyişdirə basırıq. Deməli, bu da yüklənsin. Yenə deyirəm, bu oyun falan, saytdır, proqramdır, heç biri mənə aiddir, Ruzuhax netə aiddir. Sadəcə mən göstərirəm ki, yükləyə bilərsiniz. Ruzuhax netində öz səhifəsi vardı YouTube-da, oradan da girib baxa bilərsiniz. TikTok, nə bilim, Facebook, Instagram. Girib izləyə bilərsiniz, videolarını bəyənə bilərsiniz.
Sonra bunları bura atdıqdan sonra buradan çıxırıq. Burada işimiz qurtarır. GTA San Andreas'a gəlirik. Oyuna girəndən sonra belə bir şey gələcəkdir. Burada aşağıda GTK-yə vurursunuz. GTK-yə vurduqdan sonra sizə bir link verir də elə bir. Linki də gəlirsiniz. Burada Google-a yapışdırasınız da. Görün bura gəlməyibdi. Klonu girdi gözləm. Aha. İndi məndə belə açılır. Siz link verəcəkdir. Oradan girib Google-da yapışdırıb belə bir yerə açılacaqdır. Sonra aşağıya gələsiniz. Ora GTK vardı. Buna basasınız. Gördüyünüz belə oldu şeylə. Qaydın, təzədən vurun. Qaydın. Aha. Sonra belə olacaqdır. Belə olandan sonra da continuity-yə vururuq. Təzədən çıxırıq, yenə vururuq. Yox, çaşdım gözlə. Yenə GTK-yə vururuq. Belə bir yer asılacaq. Buradan da çıxıb təzədən vururuq. 5 saniyə gözləyirik. Və continuity-yə vururuq. Təzədən çıxıb yenə vururuq. İşimiz qurtardı. Burada bizə kod verdi. Bunu basılı tutub kopyalayırıq. Sonra mən bura bağlayayım. Bunu gətirib buraya yazırıq. Sonra loginə vururuq. Open Setting. Sizdə də belə olacaq. Girir ayarlara. Ayarlara girir. Buradan GTA San Andreas var. Onu aktifləşdiririk. Sıxırıq. Burada oka vururuq. Bunu da aktifləşdiririk. Loginə vururuq. İcazə veririk. Bir dəqiqə. Yenə atır oyundan. Sonra ben yaddaşdan falan hər şeyi silin. Gəlin GTA San Andreas təzədən girin. Dostlar oyuna girdik. İndi sizə mod menunu göstərəcəm. Deməli buna vururuq. İstəyirsiniz Star Game-ə vurun, istəyirsiniz də. Mən oyunu yükləmişəm, girmişəm. Ona görə deməli oyuna girsin. Burada da menu vardı, Menuda belədir. Oyuna girəndə belə new oyuna sizi qarşılayır. Arada biraz dondurar, İndi mən video açmışam deyə, çəkirəm deyə dondurur, yoxsa sizdə dondurmayacaq. Nəsə, siz düşün aşağıya. Burada menu var. Burada belə balaca qırmızı şey var. Onunla böyüdüb balacalaşdıra bilirik. Hilələrimiz var burada. Arabalar vardı. Burada kod vardı. Məsələn, mən hansı maşını seçəcəm? 07-ni seçmək istəyirəm. 07-ni seçdik. İndi bunun rəngini necə dəyişirik? Rəngini də belə dəyişirik. Başa düşdünüz. Gördüyünüz kimi qəşəng moddur. Belə maşına minirik. 07-miz də belədir. Çox qəşəngdir. Deməli, iki təkir qaldırırıq. Hoppa. Qəşəngdir. Buradan da menu var. İstədiyiniz hilələr zətdə açıb oynaya bilərsiniz. Gördüyünüz kimi. Nəsə dostlar, videom bu qədər idi. Sağ olun, özünüzə yaxşı baxın. Videomu bəyənib abunə olun. Bu da mənim bir əziyyətim. Sağ olun, salamat qalın. Bağlayayım.